Xərçəngin müalicəsi çoxdan tapılıbdır. Ürək-damar xəstəlikləri, şəkər xəstəliyi, xərçəng xəstəliyinin bir obyektiv səbəbi var. O da gipodinamiya, az hərəkətlilik. Fiziksal faktorları başlayaq. Elektromaqnit dalğalar və digər amillər. Kimyasal amillər. 100 il bundan öncə bir belə kimyasal amillər yox idi. Yuyucu vasitələr, təmizləyici vasitələr və s. Kloklar, flanlar, bəsməkan. Qida məsələsi. Qida getdikcə keyfiyyətini itirir. Son 30 ildə heç bir keyfiyyətli qidaları artıq istehsal eləmirlər. Qidalar tam birbaşa xərçəngi və digər xəstəlikləri yaratmağa səbəb olan orada maddələr daxil olunur. Psixoloji gərginlik. Getdikcə kapitalizmdə hamı stres içində yaşayır, pul dalınca qaçmaq. Ümumiyyətlə bazar iqtisadiyyatı insaniyyətə ziddir. O yollardan da biri xərçəngin müalicəsini əngəlləməkdir. Təsəvvür eləyin ki, elmi sübutu olmayan 3 üsulu istifadə edirlər. Elmi sübutları olan üsulları isə qoymurlar protokollara daxil olsun. Baxmayaraq ki, bir çox ölkələrdə var o klinikalar. Deyək ki, Almaniyanın özündə 200-dən çox belə inteqrativ təbabət klinikaları var. Meksikada var, digər ölkələrdə var, İsraildə istifadə edirlər. Amma digər ölkələrdə bunu əngəlləyirlər, imkan vermirlər. Elə Azərbaycanın özündə qadağan eləyiblər ki, özəl onkoloji klinikalar işləsin, özəl klinikalarda onkologlar çalışsın. Qadağan eləyiblər. Almaniya, Türkiyə, Rusiya getsə də orada yenə də rəsmi protokollarla eləyəcək. Yenə də cərrahiyyə kimyaşura, hansı ki, cəmi 2% effekt verir. Və 98% effekt verən üsulları daxil eləmirlər, qoymurlar orada daxil olunsun. Linus Polnik 1950-ci illərdə artıq sübut edibdir ki, yüksək dozda vitamin C ilə bunu müalicə eləmək olar. Hələ mən demirəm, doktor Kellini, Emanuel Reviçini, doktor Ike Hammerin, hələ mən minlərlə adamları bilirəm ki, indi vaxtı almayaraq deyə onlar hamısını demirəm. Bir səbəbi var. Deməli, bunu xüsusi əngəlləyən qrup var. Protokolları verirlər hər onkoloqları ölkədə Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinə verir Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatına verir beynəlxalq imperialistlərin xüsusi qrupları. Belə geniş götürsək, onlar bütün sahələrdə insanları əngəlləyir.